Vəhvəzu əlsinətəkum. Dillərinizi günahlardan saxlayın. Ən çox günah insanı həyatda dildən gələr. Dil belə bir şeydir, insanı giriftar eləyər dünyada. Qapını açar, adamı zindana salar. Dil belə bir şeydir. İslam alimləri 100-dən artıq günah sayıblar ki, insan bir dənə dilin vasitəsilə eləyər. Bir gün bir şah aşpazını çağırır yanına. Deyir, get nahara, mən üçün dünyada ən qiymətli şey nədir? Onu pişir, gətir yiyeyim. Aşpaz gedir, çox fikirləşir. Nahar çatanda bir dənə dil pişirir, gətirir. Şah səhəri gündə aşpazı çağırır. Deyir, get nahara, mən üçün dünyada ən qiymətsiz şey nədir? Onu pişir, gətir yiyeyim. Aşpaz gedir, yenə çox fikirləşir, nahar çatanda bir dənə dil pişirir, gətirir. Şah soruşanda deyir ki, sənə qurban. Dildir, insanı aparar, həm uca dərəcələrə çatdırar, həm insanı saqit eləyər quyunun dibinəcən, dərənin dibinəcən aparar. Dildir, insanı dünyada həm əziz eləyər, həm insanı dünyada zəlil eləyər.